Bu günləri artıq 5-ci sinif testinin, dim testinin sonuna gəlirik və bugün B variantını izahına birlikdə baxacağıq. Birinci sualda bizdən istəyir ki, cəfakəş sözü ilə bağlı doğru fikirləri istəyir. Baxın, diqqətli oluruq. Doğrunu istəyir bizdən. A qanuna tabedir. Xeyr, tabe deyil. Çünki incə, A qalın. Bu səhvdir. Bir olan variantları silirik. Sonra gəldik ki, həm sözü, həm də şəkilçisi. Bəli, cəfa və keş hər ikisi alınmadı. 2 düzdür. Gəlin 2 olmayanları silək. Çünki bizdən doğrunu istəyir. Və salam nə qaldı? 2, 3, 4, yəni C variantı. Əslində suallardan cavabları çıxaraq çox rahat şəkildə tapa bilərsiniz. Quruluşu eyni olan 3 sözü müəyyən edin. Yəni ya sadə, ya düzəltmə, ya da mürəkkəbdir. Mən baxıram ki, burada külək sözü sadədir. Şəhər, şəhərdən. Bu söz də sadədir. Başqa sadə söz yoxdur. Deməli, 3, 7 ola bilməz. Bu getdi. Bu getdi, bu getdi, bu getdi. Və salam uşaqlar, qaldı B variantı. İndi gəlin B-yə baxaq. Kölgə və kölgəlik, düzəltmə, zəhmət, zəhmətkeş, in və indi. Görürsünüz, kök və leksik şəkilçi vasitəsi ilə yarandı. Hər üçünün də quruluşu eynidir. Ona görə düzgün cavabımız B variantı olacaq. Fərqləndirilmiş sözlərlə bağlı səhvi düzəltmək üçün Eyler-Venn diaqramında hansı fikirlərin yeri dəyişmək lazımdır? İnsana ən böyük şərəfdir əmək. Baxın uşaqlar, biz bundan öncəki dərslərimizdə danışmışıq. Ən sözü burada ədatdır. Ən sözü burada ədat olduğuna görə köməkçi nitq hissəsidir. Əmək isə isimdir. Ona görə burada ən ədatdır, əmək isimdir və ortaq olaraq biz 3 götürə bilmərik. 3 səhvdir. Qrammatik mənası var, bu düzdür. Sözün təsir gücünü artırır, düzdür. 3'ü dəyişdirsək və biri dəyişdirək. Biri də niyə dəyişdiririk? Çünki uşaqlar, baxın, köməkçi nitq hissələrinin həm leksik mənası var, həm də qrammatik deyə bilmərik. Köməkçi nitq hissələrinin leksik mənası yoxdur. Onların yalnız qrammatik mənası var. Amma əsas nitq hissələrinin isə hər ikisi var. Həm leksik mənası var, həm də qrammatik mənası var. Ona görə 1 ilə 3-ün yeri dəyişdirilməli idi. Yəni düzgün cavabımız A variantı olacaq. Hansı sözdən istifadə edilməzsə cümlənin tərkibində sifətləşmə ilə bərabər isimləşməyə aid də nümunə olar. Qoca kişi nəvəsinə qızıl saat bağışladı. Baxın, əgər bu cümlədən kişi sözünü çıxartsam, onda belə olacaq. Qoca nəvəsinə saat bağışladı, qızıl saat bağışladı, qısa yazırım. Onda qoca sözü burada kim sualına cavab verəcək, həm də isimləşmiş olacaq. Amma kişi sözü burada olduğuna görə, qoca kişi hansı sualına cavab verdiyinə görə burada nümunəni saxlaya bilmir. Ona görə düzgün cavabımız D variantı olacaq. Hansı cümlədəki sözlər yalnız bir nitq hissəsinə aiddir? Məsələn, burada ölmək feildir, həyat isimdir. Bu getdi. A variantı getdi. Xain sifətdir, dost isimdir. Bu getdi. İnanan feildir, dost isimdir. Bu da getdi. Tez-tez zərfdir, adam isimdir. Bu da getdi. Qaldı bir dənə C variantı uşaqlar. Dil, ağız, xəzinə və qılınc. Bu sözlərin hamısı isimdir. Açıq ürəkli. Baxın, səhv yazılanı istəyir. Biz bilirik ki, əgər açıq sözü dərəcə əlaməti bildirsə, uşaqlar, onda defislə yazılmalıdır. Yəni, məsələn, olacaq açıq yaşıl, açıq yaşıl, açıq sarı, belə yazılmalıdır. Qıpqırmızı sözü bitişik yazılmalıdır. Bu səhv yazılır. Ona görə 2-ni götürərik, 4-ü götürərik və amban, A, ha və babə ilə yazılan sözlər uşaqlar bitişik yazılmalıdır. Bunu yadınızda saxlayın. Ona görə 2, 4, 5 və 3 də səhvdir. Burada in yox, C olmalıydı. Yəni olmalıydı 17-ci, 15-ci bu şəkildə. Deməli düzgün cavabımız oldu D variantı.
Altından xətt çəkilmiş sözlər həm feil, həm də ismin xüsusiyyətinə. Yadımıza salırıq, həm feilin, həm də ismin xüsusiyyətinə cavab verən sözlər hansıları idi? Məstər. Deməli, bizə nə lazımdır uşaqlar? Bizə burada məstər lazımdır. Biz də burada B variantında oxumaq məstər görürük. İş isimdir, başlanğıc məstər deyil, sevgi olan feili sifətdir. Möhkəmlənir feildir. Aha, bizdən deyir ki, nöqtələrin yerinə elə bir söz yazmalıyıq ki, qeyri-müəyyən əvəzlə yansın. Heç kim danışmadı. Burada heç kəs danışmadı, heç kim danışmadı, heç nə danışmadı, heç biri danışmadı. Hamısında qeyri-müəyyənlik mənası bildirdi. Ona görə 1, 3 və 4 düzgün cavab variantlarımız olacaq. Hansı üzvlər mübtəda və xəbərin ifadə etdiyi fikri genişləndirir? Aha, bizdən deyir ki, hansı üzvlər, yəni cümlə üzvlərimiz mübtəda və xəbərin ifadə etdiyi fikirləri genişləndirir. Əlbəttə, dəyərli məsləhət həmişə faydalı. Gəlin birinci, mübtəda ilə xəbəri tapaq. Faydalıdır, xəbər nə faydalıdır, məsləhət. Bunlar özü mübtəda xəbərdirsə, deməli onları genişləndirə bilməz uşaqlar, düzdürmü? Gəlin 3 olan və 5 olan variantlarımızı silsək, qaldı 2, 4. Yaxşı, deyə bilərsiniz, əlbəttəni niyə götürmədim? Əlbəttə, modal söz olduğuna görə onu götürmədim. Komponentləri arasında vergül işarəsi bağlayıcı ilə əvəz olunan mürəkkəb cümlə hansıdır? Kim ki lovğadır, onda hünərdə nəsə olmaz. Bunu götürə bilmərik. Bax, bir də Y-yə baxın uşaqlar. Biz qələbə çaldıq, Qarabağ məsələsi bitdi. Bunu və ilə əvəz edə bilərsiniz. Bağlayıcıdır və biz qələbə çaldıq və Qarabağ məsələsi bitdi. Və salam uşaqlar, bu şəkildə işləyə bilərsiniz. Bundan sonraki video dərsimizdə sizdən mətnlərin suallarının izahına birlikdə baxacağıq. Hələlik bu qədər, növbəti videolarda görüşmək ümidi ilə.